Salam əziz müəllimlər, mən Murad müəllim. Bugün yenə sizlərlə birlikdəyik. Mümkün qədər daha çox sualın izahına baxmağa çalışacağıq bugün. Başlayaq suallara. 15-ci sual. Bitkilər aləminə məxsus verilmiş sistematik kateqoriyalar hansı variantda sxematik olaraq düzgün məntiqi ardıcıllıqla əks olunmuşdur? Mənə deməli, planlar, mürəkkəb çiçəklər, ali toxumlu bitkilər, ali sporlu bitkilər, ballı yonca, paxlallar, mamırlar, bitkilər aləmi bu şəkildə fərqli sistematik kateqoriyaları bildirmişdir. Mən bilirəm ki, bu sistematik kateqoriyalardan ən böyüyü nədir? Bitkilər aləmi, yəni aləmdir. Və ona görə də verilən yuvarlaqların içərisində ən böyük yuvarlaq kimə aid olacaq? 8-ə aid olacaq. 8 baxıram, görürəm, hamısında var. Tamam. Ona görə keçirəm daha növbəti sistematik kateqoriyalara baxıram. Daha sonra olacaq nə? Ali toxumlu bitkilər və ali sporlu bitkilər. Deməli, mən 2 və 6-nı ayrıca 2 böyük yuvarlaq şəklində görməliyəm. 2-ni də burada görürəm. Ayrıca bir yuvarlaq şəklində 6-nı da görürəm. Daha sonra B variantında 2 və 6-nı görürəm. C variantında 2 və 6-nı yenə ayrıca yuvarlaq şəklində görürəm. D variantında görmədiyim üçün D variantım getdi. Y variantında da yenə eyni şəkildə bir böyük yuvarlaq 2-yə aid edilib. Digər böyük yuvarlaq isə 6-ya aid edildiyindən digər variantlara hələ ki toxunmuram. Daha sonra baxıram nəyə? Ali toxumlu bitkilər olan yuvarlağın içərisində nələri görməliyəm mən? Mürəkkəb çiçəkləri görməliyəm, paxlalları görməliyəm və ballı yoncanı görməliyəm. Daha sonra baxıram, mürəkkəb çiçəklər 5, 7 və 3 rəqəmlərini görməliyəm. Nəyin içərisində? 2 olan yuvarlağın içərisində. 2 olan yuvarlağın içərisində deməli 5, 3, 7-ni görməliyəm. 3, 5, 7-ni görməliyəm. Tamam. 3, 5, 7-ni mən harada görürəm? Eyni anda. A variantında görürəm. B variantında görmürəm. C variantında görmürəm. Və G variantında görürəm. Tamam. Daha sonra baxaq nəyə? Ali sporlu bitki 6. 6 olan yuvarlağın içərisində nə görərəm mən? Plaunu görərəm, mamırı görərəm. Yəni 1 ilə 4-ü görərəm. 1 ilə 4 kimdə var? A-da məsəl üçün belə bir şey varmı? Xeyr. Yəni 6 rəqəmi ilə işarələnmiş, əksinə bax bu tərsinə olmalıdır. A variantında verilib, amma tərsinə verib. 6 bura aid olmalıydı. Digəri isə bu 6 rəqəmin yerində yazılmalıydı. Ona görə də nədir? 6 rəqəmini mən 1 və 4-ün olduğu yerdə görməliyəm. Baxıram, 6 rəqəmini 1 rəqəminin olduğu yerdə görürəm. 4-ü verməyib, eyb yox, verməsin. Zaten hamısını verəcək deyə də bir qayda yoxdur və hamısını seçməliyik deyə də bir qayda yoxdur. Ona görə doğru cavab nə olacaq? Y variantım olmuş olacaqdır. Tamam, sonra keçək növbəti sualımıza. Deməli, növbəti sualımız olacaq 21-ci sual. Atmosfer havasında olan 2 mol oksigen qazının akciğer kapilyalarına keçməsi üçün neçə dəqiqə lazımdır, deyir. 1 molumuz 22,4 litrə bərabər dedik. 2 mol nə qədər olacaq? 2 vur 22,4, o da bərabərdir 44,8 litr olmuş olacaqdır. 44,8 litr. Daha sonra mən bir tənəffüs hərəkətində bilirəm ki, nədir? 25 milli oksigen daxil olurdu. Bunu litrə çevirsəm, nəyə bölmüş olaram? 1000-ə bölmüş olaram. Bu olacaq nə? Bir tənəffüs 0,1025 litr olmuş olacaqdır. 25 millilitri litrə çevirdim elə bir. Tamam. Bir tənəffüs hərəkətində bu qədərsə, bəs 44,8 litr daxil olması üçün nə qədər tənəffüs hərəkət etməliyəm? Bunu hesablamaq üçün nə edəcəm? 44,8-i böləcəm nəyə? 0,1025-ə. Bu da eləyəcək nə? X bərabərdir
1792. Bu tənasübdən x-imizi tapdıq ki, 1792 imiş. Yəni 1792 tənəffüs hərəkət edib. 1 dəqiqədə 16 tənəffüs hərəkət edirsə, demək ki, bu 1792 tənəffüs hərəkəti neçə dəqiqədə olduğunu tapmaq üçün 1792-ni bölərəm nəyə? 16-ya. O da eləyəcək 112. Yəni 112 dəqiqə ərzində neyniyib? Bu proses baş vermişdir. Yəni doğru cavabımız olacaq B variantı. Daha sonra baxırıq nəyə? 23-cü suala baxaq. Aşağıdakı şəkil haqqında deyilən müddəalardan hansı yanlışdır deyir. Deməli, nefronun şəklini verib, sadəcə kitabda olan şəkildən və yaxud da ümumi gördüyümüz şəkildən biraz fərqlidir. Şəklin sidik toplayıcı borcuqları sol tərəfə verib, biz üzbəyüz baxan zaman təbii ki, bilirik ki, şəklə baxarkən nədir? Tərs istiqamətdə nəzərə alırıq. Bizdə solda görünsə də, yəni ümumi biologiya qanuna görə bu nədir? Sağda yerləşmişdir böyrək borcuqları. Digər hissə isə nədir? Arteriya, venadır, böyrək arteriyası, böyrək venasıdır. Bunlar da solda yerləşmiş olacaqdır. Daha sonra baxaq nəyə? Bəlkə də heç bunun hər hansı bir önəmi olmayacaq. Sadəcə məlumat üçün dedim. Hər bir nefrona daxil olan qan damarı böyrək arteriyasından başlanğıc götürür. Bəli, böyrək daxilində olan hər bir nefron gələn damar həmin bu böyrək arteriyasından başlanğıc götürmüş olacaqdır. Daha sonra yanlış olanı soruşur bizdən. Qan əvvəlcə kapilyar yumaqçıqdan, daha sonra isə kapilyar şəbəkədən keçir. Bəli, qədəbənzər kapsulun içərisində birinci kapilyar yumaqçıqdan keçəcək, sonra isə həmin bu böyrək borucuqlarının ətrafını ki, sarmışdır kapilyar şəbəkə, oradan keçmiş olacaqdır qan. Ona görə B variantım doğrudur deyə nədir? Üzərindən xətt çəkirəm. Filtrasiya hadisəsi qədəbənzər kapsulun içərisində baş verir dedik. Bəli, qədəbənzər kapsulun içərisində filtrasiya prosesi baş verəcəkdir. Ona görə C variantını da seçməyəcəm. D variantında nə deyir? Reabsorpsiya prosesi həm qabıq qatında, həm də beyin qatında baş verir. Bəli, biz nefrona baxarkən görürük ki, zaten bunun yarı hissəsi qabıq qatında, yarı hissəsi isə beyin qatında yerləşmişdir və biz bilirik ki, yuxarı hissədə də reabsorpsiya prosesləri gedəcək. Həmin bu böyrək borucuqlarının enən və qalxan qollarında da nədir? Reabsorpsiya prosesi gedəcək. Halbuki, hətta mən hələ demişdim ki, sizə nədir? Enən qolda su molekullarının da keçidi baş versə də, qalxan qolda su molekullarının keçidi bəzən baş vermir ki, səbəb nədir buna? Səbəb odur ki, burada olan akvaporların bəzən daxilə, həmin borunun daxilinə çəkilməsi baş verir ki, bunu da uyaran nə idi? ADH idi ki, gəlib həmin akvaporları uyarırdı, deyirdi ki, keç həmin böyrək borucuqların divarlarına və orada sahələr aç ki, oradan su neyləyə bilsin? Geriyə sorulma baş verə bilsin. Bu bəzən nəyə səbəb olurdu hətta bu geriyə sorulmama? Susuzluğa səbəb olurdu. Halbuki kimdə deyirdik biz bunu? Şəkərli diabet xəstələrində baş verirdi. Və insan susuzluq hissiyatı keçirirdi. Daima suya tələb duyurdu. Ona görə də şəkər xəstələri nə edirdi? Daima su içirdi. Deməli, D variantımızda doğru olduğundan seçməyəcəyik. Y variantında nə deyir? Verilmiş şəkildə sidiyin daşınması prosesi baş verir. Aha, bax bu artıq yanlış olacaqdır. Burada sidiyin daşınması prosesi baş verməyəcəkdir. Daha sonra, yəni doğru cavabımız olacaq nə? Yanlış axtardığımız üçün Y variantı olmuş olacaqdır. Daha sonra baxırıq nəyə? Neçənci suala? Deməli, 25-ci suala baxırıq. At haqqında verilən fikirlərdən hansı yanlışdır deyir. Mədəsi sadədir. Bəli. Tək dırnaqlıdır. Bəli. C. Boyun şöbəsindəki fəqərə sayı zürafədəkindən azdır deyir. Xeyr. O da məməlidir, bu da məməlidir. Hamısında 7 dənə olacaqdır. Ona görə C variantı nədir? Yanlış olacaqdır. Bizdən də zaten yanlışı soruşur. Üçüncü barmağı yaxşı inkişaf edib, doğrudur. Körpücük sümüyü yoxdur deyirdik. Dedik, atda, itdə nədir? Körpücük sümüyü olmayacaqdır. Səbəb nə idi? Çünki onların
hərəkət sürətini məhdudlaşdırırdı. Ona görə bunlarda nədir? Körpücük sümüyü olmayacaqdır. Daha sonra baxırıq növbəti sualımıza. Növbəti sualda bizə nə deyir? Bitkidə fotosintez zamanı insanın bir sutkalıq minimal karbohidrat tələbatına bərabər karbohidrat sintez olmalıdır. Bu zaman yarpaq səthinə nə qədər günəş enerjisi düşməlidir? Tamam. Sutkalıq tələbat nə idi? 380-500 minimal dediyinə görə 380 nə olacaq? Qram karbohidrat olmuş olacaq. Bu nə qədər enerji deməkdir? 17,6-ya vuraram. 17,6 380 vurulsun 17,6 bu eləyəcək 6688. Bu 1% enerjidirsə, bunun 100% nə qədər eləyəcək? Tapmaq üçün vuraram nəyə? 100-ə vuraram. O da eləyəcək 800. Deməli, 668.800 olmuş olacaq ki, o da doğru cavab olaraq B variantımız olmuş olacaqdır. Daha sonra baxırıq növbəti suala. Növbəti sualda bizə nə deyir? A, B, C, D. Tamam. Bizə bir genotip verib. Böyük A, böyük A, böyük B, böyük B, böyük C, kiçik C, kiçik D, kiçik D. Genotipli bir fərdin deyir, böyük A, kiçik B, kiçik C, kiçik D genlərini daşıyan bir qametin əmələ gəlməsi verilənlərdən hansı ilə bağlıdır? Mən bu nədir? Bu fərdin baxıram, görürəm ki, kiçik B-si yoxdur, amma məndən kiçik B-si olan qametin yarandığını deyirsə, deməli, burada mütləq nə baş verib? Mutasiya baş veribdir, əziz müəllimlər. Doğru cavabımız nədir? C variantı olmuş olacaqdır. Daha sonra baxırıq növbəti sualımıza. Bir hüceyrədə ribosomun çıxarılması verilənlərdən hansının pozulmasına səbəb olmaz deyir. Kodon, antikodon birləşməsi bu mütləq ki, bunun pozulmasına səbəb olacaqdır. Çünki burada zulanın sintezindən söhbət gedir. Kodon, antikodon birləşməsi burada pozulmuş olacaqdır. Çünki zulanın sintezi ribosomla bağlı idi. Daha sonra B variantında nə deyir? Hüceyrə membranının bərpa edilməsi. Bəli, hüceyrə membranının bərpa edilməsində bir zulal, ümumiyyətlə bir şey bərpa olunması bədəndə əksər şeylər nədir? Zulalla bağlıdır. Bu zulal sintezi yoxdursa, bərpadan belə deyək, söhbət etmək biraz mənasız olar. Ona görə də hüceyrə membranının bərpa edilməsi də nədir? Yəni baş verəcəkdir, baş verməyəcəkdir, yəni pozulacaqdır, yəni bu proses. Zilal sintezi bu lap bəri başlandan pozulmuş olacaq. Hüceyrə membranından su girişi də yenə su girişi bəli bu prosesin pozulmasına səbəb olmaz. Yəni hüceyrə membranından su girişi yenə də davam edə biləcəkdir. Antitisim istehsalı da zulalla bağlı olan bir şey olduğuna görə nədir? Bu da səbəb olacaqdır. Yəni bunun da pozulmasına səbəb olacaqdır ribosomun çıxarılması. Zulalla bağlı ümumiyyətlə nə varsa hamısı neyəcək? Pozulacaq. Vəssalam. Daha sonra baxırıq növbəti sualımıza. 11-də nə deyir? 1600 dənə deyir, bioloji xüsusiyyətə sahib diploid dişi fərdin qametlərindəki gen sayı aşağıdakı variantlardan hansında doğru verilmişdir? Tamam, diploid dişi fərddirsə olsun. 1600 dənədir deyir. Diploid olduğu halda biz deyirdik, allel genlərin hər ikisini daşıya bilirdi də. Tutaq ki, böyük ya, kiçik ya, böyük ya, böyük ya və yaxud da kiçik ya, kiçik ya bu şəkildə deyirdik. Burada gen sayı nə qədərdir? 2 qatı qədər fərd sayının 2 qatı qədər olmuş olacaqdır. Amma qametdə
Xromosom dəsti haploid olduğundan bu allergenlərdən sadəcə nəyini? Bir dənəsini, ya böyük A-nı, ya kiçik A-nı daşımış olacaqdır. Sadəcə bir gen daşımış olacaq. Əgər 1600 fərdim varsa, 1600 dənə də qametim əmələ gəlir. Hər birində bir dənə allergen olur və bu da say olaraq 1600 genə bərabər olmuş olacaqdır. Doğru cavabımız nədir? C variantı olacaqdır. Daha sonra baxırıq nəyə? 13-cü suala. Ribosomlarda zolaq sintezi zamanı hansı proses baş verməz deyir. Mühitdə su miqdarı artar. Zolaq sintezi zamanı biz bilirik ki, nədir? Amin turşular bir-biri ilə birləşirdi, peptid rabitələr yaradırdı və buradakı amin turşuların sayından bir vahid az nə əmələ gəlirdi? Su əmələ gəlirdi. Ona görə də mühitdə su miqdarı get-gedə nə edəcək? Artacaqdır. Mənə deyir, baş verməz. Deməli, A-nı götürməyəcək. ATF istifadəsi artar. Bəli, ATF-in istifadəsi artacaqdır. Osmotik təzyiq artar deyir. Osmotik təzyiq nə zaman artar? Bir şeydə həll olan maddənin miqdarı çoxalsın, amma həll edici olmasın. Mən deyirəm ki, həll olan maddə artdıqca burada suyun da əmələ gəlməsi prosesi baş verir. Demək ki, nədir? Osmotik təzyiqin artması baş verməyəcək. Amma burada deyir, artar. Buna görə də doğru cavab nədir? C variantı götürəcəm. D-də nədir? İstifadə edilən amin turşusunun miqdarı artar. Bəli, istifadə edilən amin turşuların miqdarı artacaqdır və o amin turşular bir-biri ilə birləşərək zolaq sintezində istifadə olunacaqdır. Mühitdəki amin turşular miqdarı azalar. Bəli, hər dəfə mühitdən amin turşular nəqliyyat ünitələri vasitəsilə daşındığı zaman mühitdəki amin turşusu miqdarı nə eləmiş olacaq? Azalmış olacaqdır. Sadəcə baş verməyən nə olacaq? C, yəni osmotik təzyiqin artması baş verməyəcəkdir. Daha sonra baxırıq növbəti sualımıza. Növbəti sualda nədir? Qlükozanın tam parçalanması zamanı elementlərin nüvələrinin tərkibində 264 proton olan karbon qaz molekulları əmələ gəlmişdir. Bu zaman əmələ gələn ATF molekullarında neçə adenin azotu əsası olacaqdır? Tamam. Qlükozanın tam parçalanması, qlükoza belə yazaq ki, biraz daha tez olsun, asan da olsun. Tam parçalanmasından biz bilirdik ki, nədir? 36 mol ATF, daha doğrusu 38 mol ATF tam parçalanmadan söhbət gedir. Plus nədir? 42 su əmələ gəlir. Bir də nə idi? Oy, heç bu suya lazım deyil. Bizə karbon qazı lazım. Karbon qazı miqdarı nə qədər idi? 6 mol idi də. 6 mol karbon qazı. Tamam. Deməli, biz burada nə görürük reaksiyadan? 6 mol karbon qazı, 38 mol ATF görürük. Karbon qazında olan proton miqdarı 264-dür deyir. Mən baxıram karbon qazındakı normalda reaksiyada karbon qazındakı proton miqdarına. Deməli, 8 dənə oksigendə idi. Vururam indeksinə, eləyir 16. 6 dənə də karbon qazında olacaq. Cəmi olmuş olacaq nə? 22 dənə proton olmuş olacaq. Və 6 mol dediyinə görə 6 vur 22. Burada proton sayı nə olacaq? 132 proton olmuş olacaq. Nə zaman? Normal reaksiya zamanı. Buradan, amma mənə deyir nədir? 264-dür. Demək ki, nədir? Karbon qazının, əmələ gələn karbon qazının normaldan miqdarı 2 dəfə artıqdır. Deməli, burada əmələ gələn digər şeyləri də nə götürəcəm? 2 dəfə artıq götürəcəm. 38 mol ATF əmələ gəlmişdir. Demək ki, buna uyğun olaraq mən 38 yox deyəcəm. Nə? 76 mol ATF əmələ gəlib deyəcəyik. Hər bir mol ATF-də bir dənə adenin azot əsası olduğundan 76 dənə ATF-də də 76 dənə azot əsası, adenin azot əsası olmuş olacaq ki, cavab Y variantı olacaqdır. Daha sonra baxırıq növbəti sualımıza. Növbəti sualımıza baxaq. Görək nə deyir. İnsan ürəyində qulaqçıqların işlədiyi vaxt A olarsa, insan ömrü nə qədər olar deyir. 0.8-in mən bilirəm ki, bu nə qədərin işlədir? 0.1-in işlədir. Bəs işlətdiyi vaxt A olarsa deyir. Əgər A olarsa,
avtomatik nə olacaq? A vur 0,8 böl 0,1. Bunlar ixtisar gedəcək tamları. Qalacaq nə? 8A, yəni E variantı doğru cavabımız olmuş olacaqdır. Daha sonra baxaq növbəti sualımıza. Növbəti sualda insan onurğa sütunundakı fəqərələrin sayını n ilə işarə etsək, yəni bu 33, 34 fəqərə ki var idi. Aha, düzdür fəqərələri minimum deyir. Minimum deyirsə 33 fəqərəni götürürəm. 33 fəqərə bərabər imiş nəyə? N-ə bərabər imiş. Onurğanın hərəkətsiz birləşmiş fəqərələri hansı ifadə ilə təyin oluna bilər? Tamam. Deməli, 4 dənə büzdüm, 5 dənə oma, 4 plus 5 eləyəcək 9. 9 dənə mənim hərəkətsiz fəqərəm var idi. Bu 9-u, bu nə idi? N33 idi. 33-dən 9 rəqəmini almaq üçün neyniyərəm? N-dən çıxaram. Nəyi? Ya 24-ü çıxaram, bu şəkildə yazaram, ya da bir şəkildə başqa cürə bir şəkildə ayarlayaram ki, neynəsin? 33 rəqəmindən 9 rəqəmi alınsın. Mən 33 rəqəmini yazaram bura, çıxılsın. 33 çıxılsın 9. Buradan zaten mənə 24 rəqəmi qalmırmı? Demək ki, 33-dən çıxmış oluram nəyi? 24-ü çıxmış oluram. Burada da cavab olaraq 9 qalmış olur ki, bu da nə deməkdir? M-9 deməkdir. Buradan da yenə həmin bu 9 rəqəmini almış olacaq. Yəni, hərəkətsiz olan fəqərə sayımı. Bu da hansına uyğun gəlir? C variantına uyğun gəlmiş olacaqdır. Daha sonra baxaq növbəti sualımıza. Növbəti sualda deyir, qidanın məddə qaldığı maksimum vaxt ərzində böyrəkdən keçən qan ürəkdən nə qədər müddətə keçər? 8 saat müddətində qalacaqdır maksimum mədədə. 8 saat neçə dəqiqədir? Tapmaq üçün saatı vuraram nəyə? 60-a. 8-ə 60-a nə eləyər? 48, yəni 480. 480 dəqiqəm var. Dəqiqə. Bu 480 dəqiqə ərzində bir böyrəkdən. Bax, bir dəqiqə ərzində böyrəkdən 0,5 litr qan keçirdisə, 480-i vuraram həmin bu. 480-i vuraram həmin bu 0,5-ə ki, görüm 480 dəqiqə ərzində bir böyrəkdən nə qədər qan keçəcək. Bu da eləyəcək təbii ki, nə? 240 etmiş olacaq. Yəni, nədir? 240 litr qan keçmiş olacağını öyrəndik. Bundan sonra deyir ki, bu keçən qan ürəkdən nə qədər müddətə keçər? Mən bilirəm ki, 240 litr qanın keçməsi 1 dəqiqədə 5 litr qan keçdiyi halda 1 dəqiqədə 5 litr keçirsə, 240 litr neçə dəqiqədə keçəcək? Tapmaq üçün nə edərəm? 240 bölünsün 5 yazaram. O da bərabərdir 48 dəqiqə olmuş olacaqdır. Yəni, doğru cavabımız nədir? B variantı olacaqdır. Daha sonra baxaq növbəti sualımıza. Aşağıdakı heyvanlardan hansının qanı oksijeni toxumalara daşımaq qabiliyyətinə malik deyil? Kimdə traxeya var idisə, onu seçəcəyik. Traxeyada olar, iynəcədə doğru cavabımız C variantı olacaqdır. Daha sonra baxırıq nəyə? Növbəti suala baxırıq. Növbəti suala baxırıq. Funksiyalarına əsasən yarpağın şəkil dəyişmələrini müəyyən edin deyir. X deyir, artıq su itirmənin qarşısını alır. Y dayaq rolunu oynayır. Z artıq su itirmənin və heyvanlar tərəfindən yeyilmənin qarşısını alacaq. Deməli, X sadəcə artıq su itirmənin qarşısını alacaqsa, mən bu X-i nə seçərəm? İynə seçə bilərəm. Ya Y variantı, ya da B variantım hələ ki doğru cavabı olaraq uyğun gəlir. Sonra baxaram nəyə? Y deyir, dayaq rolunu oynayır. Y üçün seçərəm nəyi? Bığcığı seçərəm. Ona görə Y variantım avtomatik getdi. B variantım uyğun gəlir.
PDF-də material olaraq zaten mən bildirmişdim bunu da. Tikan isə artıq su itirmənin və həm də heyvanlar tərəfindən yeyilməsinin qarşısını alacaq ki, bu səbəbdən doğru cavabımız nədir? B variantı olacaqdır. Daha sonra baxırıq növbəti sualımıza. Növbəti sualımız olacaq. Növbəti sualımıza baxaq. Tamam, 13-cü suala baxırıq. Aşağıda şəkildə sınaq şüşəsinə qoyulmuş qan sentrifuqa edildikdən sonra X və Y hissələrinə ayrılmışdır. Deməli, bu birinci göstərilmiş yeni qandır. Bunu bu şəkildə götürürlər. Sentrifuqa cihazının içərisində yarı əyilmiş formada bir dəliklər var ki, o hissəyə yerləşdirirlər. Daha sonra müəyyən dəqiqə qoşurlar və fırlanma surətini qoşurlar. Bu şəkildə fırladırlar. Nəhayətində nə edir? Qanın plazması yuxarıda, bax, sarı gördüyümüz bu şəkildə yuxarıda. Digər formal elementlər filan hamısı nə edir? Çökür dibə. Daha sonra deyir ki, nədir? Bu hissələr ilə əlaqəli olaraq aşağıdakı fikirlərdən hansı doğrudur, deyir. Y hissəsinin ən aşağı hissəsinə yığılan hüceyrələr eritrositlərdir. Bəli, ən aşağı hissəsinə yığılmış olanlar nə olacaq? Eritrositlər olmuş olacaq ki, bu da A variantı, yəni seçə bilərik. Daha sonra deyir, X hissəsinin çox hissəsi mineral duzlardır, deyir. Yalandan deyir. Plazmada mineral duzlar yığılıb qala bilməz, çökəcək. Sonra deyir, X hissəsində yerləşən hüceyrələrin bir qismi fagositoz prosesində iştirak edir. Xeyr, bu leykozitləri nəzərdə tutur ki, burada da yenə nədir? Həmin leykozitlər dibə çökmüş olacaqdır. Y hissəsində miqdarca ən çox olan hüceyrələr trombositdir. Xeyr, biz bilirik ki, qanın içində ən çox olan şey nədir? Eritrositdir. Ona görə bu da yanlış olacaq. B, C, D yanlışdır. Y hissəsi ümumi qanın 55-60 faizini təşkil edir. Xeyr, Y hissəsi yox, X hissəsi olacaq 55-60 faizini təşkil edir. Ona görə bu da yanlış olacaqdır. Belə, həmçinin burada sizə nə sual verə bilər? Antitel və antigenin hansı hissədə yerləşdiyini sual verə bilər. Biz bilirik ki, antitellər harada olar? Plazmada, yəni bu X ilə işarə olunmuş hissədə. Antigeni soruşsa əgər, antigen harada olar? Eritrositin üzərində olan bir şeydir də. Eritrositin üzərindədirsə, eritrosit də qabın dibinə çökürsə, deməli qabın dib hissədir. Yəni Y hissəsində biz antigenlərə rast gələ biləcəyik. Belə, daha sonra baxırıq növbəti sualımıza. Növbəti sualımızda nə deyir? DNT-nin bir zəncirinin müəyyən hissəsində nukleotid ardıcıllığı AA, T, G, C, C, G, A, T kimidir. Bu hissələrə komplementar olan nəqliyyat LNT-də nukleotid ardıcılığı necə olar? Mən bunu birinci məlumat LNT-sinin üzərinə köçürdərəm. Urasil, adenin, sitozin, guanin, sonra sitozin, sonra urasil, sonra adenin şəklində. Daha sonra bunu mən bir restə keçirdərəm nəyə? Nəqliyyat LNT-nin üzərinə. Urasilin yerinə adeninin yerinə urasil, sitozin yerinə guanin yerinə sitozin, guanin yerinə sitozin yerinə guanin, urasilin yerinə adenin yerinə də yenə urasil şəklində düzərəm ki, bu da mənim B variantıma uyğun gələcəkdir. Daha sonra baxırıq növbəti suala. Əgər pətəkdə 400 erkək, 800 işçi arı və ana arı varsa, onda bu pətəkdə xromosom sayı nəyə bərabərdir? Mən demişdim ki, bunlarda arılarda nədir? Partonogenez prosesi ilə əmələ gəlmə var idi, hansı ki, erkəklərin əmələ gəlməsində bir qamet iştirak edirdi. Yəni, dişinin yumurta hüceyrəsi bölünərək həmin bu erkəkləri əmələ gətirirdi və bilirik ki, cinsi hüceyrə özü haploid olduğundan əmələ gətirilən şey də canlı da haploid olacaqdır. 400 erkək olduğundan burada 400 dənə enim olacaq, yəni 400 en.
plus 800 işçi arı və ana arı var. 800 dənənin hər biri nə olacaq? Diploid olacaq. Çünki bunların hər ikisi mayalanma nəticəsində əmələ gəlirdi. Üzərinə gələrəm 802-yə 1600N, 1600N plus ana arı varsa, onda da nədir? 2N olmuş olacaq ki, bu da cəmsi eləyər 2002N olmuş olacaqdır. Yəni C variantı. Daha sonra baxaq növbəti sualımıza. Milçək qapan, milçək qıran və milçək tutan verilərdən əsasən uyğunluğu müəyyən eləyin. Milçək qapan bilirik ki, nədir? Quşdur. Milçək qıran göbələkdir. Milçək tutan isə nədir? Bitkidir. Ona görə uyğun olaraq quş, göbələk, bitki şəklində A variantını seçəcəyik. Belə əziz müəllimlər, suallar bu qədər idi. Təbii ki, davam edəcəm çəkməyə videoları və sizlərlə hər bir videonu paylaşacağam. Sizə dəstək olmağa çalışacağam ta ki, imtahan gününə qədər. İnşallah ki, hər biriniz uğurla keçərsiniz imtahanlardan, iş yerlərinizi qoruyub saxlayarsınız. Hər birinizə uğurlar arzulayıram. Yenə də mümkün qədər əlimdən nə gəlirsə edəcəyəm sizlər üçün. Sadəcə sizdən bir şey istəyirəm. Kanala abunə olmaq və salam. Videoya like atmaq. Yəni, çox sadə bir şey. Baxın, bu qədər əziyyət çəkirəm. Sizin üçün vaxtımı sərf edirəm. Halal xoşunuz. Sadəcə kanala abunə olmaq və like atmağınızı istəyirəm sizdən. Başqa heç nə. Belə əziz müəllimlər, dinlədiyiniz üçün təşəkkür edirəm bir daha. Sağ olun, salamat qalın.